Bugün mən kişilərdə prostat vəzinin böyüməsi haqqında məlumat vermək istərdim. Hər bir kişidə 40 yaşdan yuxarı prostatın böyüməsində risk daşıyır. Bununla yanaşı endokrin olaraq testosteron, dihidrotestosteron balansının pozulmasıdır, oturaq iş həyatı, alkoqol, siqaret qəbuludur və bunlar özü risk faktorudur. Tez-tez rast gəlinən prostatitlərdir, xroniki halda olanlar. Bunlarda verəcəyi şikayətlər nədir? Prostatik ureterin sıxlığına uyğun şikayətlər verə bilər ki, bu da ki, gecə sidyə durmalardır bir neçə dəfə, sidyə çıxan zaman sidik təzyiqinin zəif olması, sidyə çıxan zaman haçalanmanın olması, sidyə çıxanda səpilmələrin olması və bu kimi şikayətlər ola bilər xəstələrdə. Bununla yanaşı cinsi zəiflik də ola bilər. Əgər sizdə belə bir şikayətlər varsa, məsləhətdir, öz uroloqunuza bir yaxınlaşasınız, ona uyğun instrumental və laborator analizlərdən keçəsiniz. Hər hansı bir o analizlərdə problem varsa, ona uyğun müalicə və cərrahi tədbir görülər.